Suallar və cavablar ikinci hissə. Oğlum saati icat eden adam saatin kaç olduğunu nereden biliyor? Demək ilk öncə onu deyim ki, zaman insanlar tərəfindən uydurulmuş bir məfhumdur. İlk saatlarda günəş saatlarına hesablanırdı. Havanın qaranlıqlaşması, işıqlanması, daha sonra buludlu havalarda günəş saatı istifadə olunmadı. Qum saatı, su saatı və s. saatlara və orta əsrlərdə də bizim bildiyimiz saatlara keçirdi. Kredi kartı şifremi bir tek ben biliyorsam. Ben yanlış şifre girdiğimde nasıl yanlış şifre girdim? Kredi kartının şifrəsini tək biz bilmirik, bu sistemdə var. Ona görə də bankomatlarda doğru şifrəni yazanda əməliyyatları həyata keçirə bilirik. Pizza yuvarlak, üçgen kesilip kare kutuya konuluyor. Demək ilk öncə pizzanın hazırlanmasını deyək, xəmiri açanda xəmiri kvadrat açmaq olmur. Ona görə də əsasən yumru açılır. Kəsilməsinə gəldikdə bərabər hissələrə bölmək üçün ən yaxşı variant 3 bucaq kəsimdir. Kvadrat qutuya da ona görə qoyulur ki, götürəndə daha rahat olsun. Təsəvvür edin, dairəvi pizza dairəvi bir qutuda gəlir. Bir yılda 365 gün 6 saat varsa biz yılbaşını niye gece 12'de kutluyoruz? O 6 saat nereye gidiyor? 365 gün 6 saatdır. O 6 saat 4 ildən bir fevralın 28-29 olması. Dünya yuvarlaksa ben buradan girdiğimde dünyanın öbür tarafından çıkarsam altından ben niye baş aşağı durmuyorum? Əslində kənardan baxan adam üçün siz baş aşağı durmuş kimi olacaqsınız. Məsələn, Avstraliyada olan adamı baş aşağı görəcəksiniz. Niyə yıxılmırsınız? Onu da desəz, atmosfer təzyiqi, gravitasiya və s. bu qüvvələr təsir göstərir. Fenerbahçe onlarca yıldır şampiyon olamıyorsa Ali Koç nasıl hala başkan? Buna artıq heç kim cavab tapa bilmir.